İkinci Qarabağ müharibəsi bitdikdən sonra Qarabağda görülən işlərin əlaqələndirilməsi üçün bir qərargah yaradıldı və bu qərargah fəaliyyətini göstərir. Qərargahın nəzdində bir sıra işçi qruplar yaradılıb və bütün işlər koordinasiya olunur. Və sözsüz ki, hər hansı bir qurum, hər hansı bir təşkilat öz planların həyata keçirəndə birinci növbədə mina təmizləmə işlərini nəzərə alır və biz əlaqəli şəkildə bu işləri görürük. Yəni, əlaqələndirmə kifayət qədər yaxşı səviyyədədir. Təəssüflər olsun ki, bu mina probleminin bir hissəsidir. Bugünkü günə bizim, yəni 20-ci ilin noyabrından bugünə qədər bizim 337 mina qurbanımız var və onlardan 65-i təəssüflər olsun ki, həyatlarını itiriblər. Bizim əməkdaşlar arasında həlak olanlar yoxdur, amma bizim deməli 6 nəfər əməkdaşımız mina partlayışı nəticəsində müxtəlif dərəcəli xəsarətlər almışlar.